girib suya, ləfə vurub, yıxılıb, yəni, kamizon dolub suyla, ayağı ilişib torun ipinə, batıb boğulub. Uzun fasilədən sonra yenidən Xəzər dənizinə çıxan təcrübəli balıqçının bu səfəri faciə ilə nəticələnib. Neftçala rayonunda balıq tutmaq üçün dənizə çıxan 64 yaşlı kişi Xəzər dənizində boğulub. Hadisə rayonun Mayak kəndində qeydə alınıb. Neftçala şəhər sakini 1962-ci il təvəllüdlü Habil Məmmədov uzun illər balıqçılıqla məşğul olub. O, iki qonşusu ilə birlikdə sahilə getsə də, balıq tutmaq üçün onlardan xeyli aralı, sahilin daha təhlükəli hissəsini seçib. Dənizdə hava qəfil dəyişib. Güclü dalğa kombizonunu su ilə doldurub və Habil Məmmədov suya yıxılıb. Bədbəxtlikdən özünün dənizə atdığı tor, ayaq və boyun nahiyəsinə dolaşaraq xilas olmasına imkan verməyib. Hadisə yerindən təxminən 800 metr aralıda olan qonşular əraziyə çatanda Habil Məmmədovun artıq öldüyünü görüblər. Onun meyidi dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.